4-cü fəsil. Yayın sonunda Heyvanistanda baş verən hadisələrlə bağlı xəbər ölkənin xeyli hissəsinə yayıldı. Snowball'la Napoleon qonşu fermaların sakinləri ilə əlaqə yaradıb onlara üsyanın tarixi haqqında məlumat verirdi və İngiltərə heyvanları mahnısının melodiyasını öyrətmək üçün göyərçinləri hər gün səmaya qaldırırdılar. Fermadan qovulandan sonra Mr. Jones vaxtının çoxunu o Lincolndakı qırmızı şir meyxanasının barında keçirirdi. Söhbətinə qulaq asmağa razı olan hər kəsə taleyində yazılmış dəhşətli ədalətsizlikdən, yəni bir sürü alçaq heyvanın bütün var-yoxunu əlindən almasından şikayətlənirdi. Qonşu fermerlər əslində onun halına acıyırdılar. Ancaq hər hansı bir kömək göstərməyə də tələsmirdilər. Ürəklərinin dərinliyində hər biri gizlicə Mr. Jones'un fəlakətindən özünə pay çıxartmağa çalışırdı və bu haqda bərk fikirləşirdi. İş elə gətirmişdi ki, Heyvanistanın qonşuluğunda yaşayan iki fermanın sahibləri arasında münasibətlər həmişə gərgin olmuşdu. Onlar belə fikirləri artıq üst-üstə düşürdü. Bu fermalardan Foxwood adlanan birinci ərazicə böyük, amma başlı başına buraxılmış, əkilin sahələrini Allah basmış, otlaq yerləri öyrənilmiş, hasarları orada burada uçulub dağılmağa başlayan malikanə idi. Onun sahibi Mr. Pullington bu il boyu mövsümdən asılı olmayaraq vaxtının çoxunu ov etmək, yaxud balıq tutmaqla keçirən əhlikeyf centlmenlərdən sayılırdı. Yəni bir sözlə fermanın başını buraxırdı. Pinchfield adlanan digər ferma kiçik olsa da daha yaxşı vəziyyətdə idi. Onun sahibi gününü məhkəmə çəkişmələrində keçirən, bir şilingdən ötəri qardaşının boğazını üzməyə hazır olan Mr. Frederick adlı kobud, yaramaz bir adam idi. Mr. Pullingtonla Mr. Frederick'in bir-birlərini görməyə gözləri yox idi. Qarşılıqlı nifrətləri o qədər güclü idi ki, hətta ümumi maraq xatirinə davadaşı bir tərəfə buraxıb müəyyən razılığa gəlməyə ağıllarına da bəzən gətirmirdilər. Amma bununla belə Heyvanistandakı üsyan xəbərindən bərk qorxmuşdular və öz heyvanlarını bu məsələdən xəbər tutmalarının qarşısını almaq üçün çox çalışırdılar. Xəbəri eşidəndə əvvəlcə fermanı müstəqil şəkildə idarə etmək fikrinə düşən heyvanlara ələ salıb gülmüşdülər. Qonşular 2 həftəyə hər şeyin dağılıb gedəcəyini deyirdilər. Onlar malikanə fermasındakı heyvanların tezliklə bir-birlərini əlbəyaxa olacağını ya da sadəcə acından öləcəkləri barəsində peyğəmbərlik edirdilər. Mr. Pullingtonla Mr. Frederick inadla fermanı köhnə adı ilə çağırır. Yeni Heyvanistan adını eşitmək belə istəmirdilər. Lakin aradan bir müddət keçəndən sonra qonşu fermada heç bir heyvanın acından ölməyə hazırlaşmadığı məlum oldu. Frederick Pullington valı dəyişmişdilər. İndi onlar Heyvanistanda hökm sürən qəddarlıq və amansızlıq barəsində danışmağa daha çox üstünlük verirdilər. Hamını inandırmağa çalışırdılar ki, Heyvanistanda heyvan yeyənlik baş alıb gedir. Güclü heyvanlar zəiflərə qızardılmış şişlə işgəncə verir. Bütün dişi heyvanlar ümumiləşdirir və s. Təbiətin qanunları əleyhinə üsyan qaldırmağın cəzası budur, deyə Frederick Pullington müdrikcəsinə başlarını tərpədərək sözlərinə yekun vururdular. Lakin onların danışdıqları heç vaxt tam həqiqət kimi qəbul olunmurdu. İnsanların qovulduğu, idarəçiliyin tamamilə heyvanların əlinə keçdiyi əsrarəngiz ferma haqqında söhbətlər ağızdan ağıza keçərək daha geniş miqyasda yayılırdı. Bütün il boyu qonşu ərazilərdə heyvanların həyəcan doğuran müqavimət təşəbbüsləri barəsində xəbərlər dolaşırdı. Həmişə itaətkarlıqları ilə seçilən öküzlər birdən-birə vəhşiləşmişdilər. Qoyunlar ağılların qapısını sındırır və yoncalıqları tapdayırdılar. İnəklər süd verənlərini vururdu, vedrələri aşırdırdılar. Atlar maniyələrə yaxınlaşanda təsdiq edir və şahə qalxaraq süvariləri bellərindən atırdılar. Bütün bunlar azmış kimi İngiltərə heyvanları mahnısının musiqisi, hətta sözləri də hər yerdə yayılmağa başlamışdı. Mahnı heyrətamiz sürətlə hər tərəfə yol tapırdı. İnsanlar onun gülünc olduğunu söyləsələr də, mahnını eşidən zaman qəzəblərini cilovlaya bilmirdi. Onlar bir tərəfdən heyvanların bu cəfəng, hərzə sözlərinin mənasını başa düşmədiklərini deyirdilər. O biri tərəfdən də hansı heyvan bunu oxumağa başlasa, qamçı ilə cəzalandırılırdı.
Lakin mahnını dayandıra bilmirdilər, yenə də səslənməyə davam edirdi. Qara toyuqlar hasara qonub onu cəhcəh vururdu. Göyərçinlər budaqlarda yerlərini rahatlayıb mahnının sözlərini quruldayırdı. Dəmirçi çəkiçlərinin gurultusunda, kilsə zənglərinin cingiltisində bu mahnının melodiyaları duyulurdu. Bu səsi eşidən insanlar özlərini hiss etmədən qorxudan əsirdi. Hiss edirdilər ki, bu yaxın gələcəkdəki məhşər günlərinin əks sədasıdır. Oktyabrın əvvəllərində zəmilərin biçilib tayıya vurulduğu, taxılın bir hissəsinin döyüldüyü işli güclü günlərin birində havada dövrə vuran bir dəstə göyərçin çox həyəcanlı halda heyvansan ərazisinə qondu. Öz əlaltıları ilə birlikdə Jones, eləcə də Foxwood və Pinchwood fermalarına ona qoşulmuş bir yığın adam artıq malikanənin 5 laylı darvazasından içəri keçmişdilər və əsas yolla düz ferma binasının önünə gəlirdilər. Jonesdan başqa hamısının əlində dəyənək var idi. Hamıdan qabaqda addımlayan keçmiş ferma sahibi isə tüfənglə silahlanmışdı. Onların fermanı geri qaytarmaq üçün gəldiklərinə şübhə ola bilməzdi. Heyvanlar bu hücumu çoxdan gözləyirdilər. Odur ki, vaxtında lazımlı hazırlıq işi görülmüşdü. Yuli Sezarın apardığı müharibələr haqqında fermanın anbarından tapdığı köhnə kitabı diqqətlə öyrənən Snowball müdafiənin təşkilini öz üzərinə götürmüşdü. Əmrlər ildırım surəti ilə verilirdi. 2 dəqiqədən sonra artıq hər bir heyvan əvvəlcədən ayrılmış mövqesində idi. İnsanlar ferma tikillərinə çatanda Snowball ilk zərbəni indirdi. Sayları 35-ə çatan göyərçinlərin hamısı eyni vaxtda adamların üzərində o tərəf bu tərəfə uçuşur. Onların başlarına nəcis tökürdülər. İnsanlar əl-qol hərəkətləri ilə göyərçinlərə qovmağa çalışan zaman hasarın arxasında pusquya yatmış qazlar irəli atılaraq onların baldırlarını amansızlıqla dişləməyə başladılar. Lakin bu sadəcə hücuma keçənlərin sıralarını pozmaq və diqqəti yayındırmaq üçün düşünülmüş yüngül manevr idi. Təbii ki, adamların əllərindəki dəyənəklərlə qazları asanlıqla qovub pərəmpərən saldılar. Bu zaman Snowball ikinci cihanı döyüş meydanına çıxardı. Muruel, Benjamin, habelə Snowball'un özünün rəhbərliyi ilə bütün qoyunlar irəli atılaraq insanları mühasirəyə aldılar. Onlar başları ilə hər tərəfdən düşmənlərə kəllə atırdılar. Benjamin isə adamların ətrafına dövrə vurur və şıllaq zərbəsi endirməyə çalışırdı. Lakin yenə də insanların əllərindəki dəyənəklər və altın nallı çəkmələrə sərt müqavimət göstərirdilər. Qəflətən Snowball ciyiltili bir səs çıxardı. Bu geri çəkilmə işarəsi idi. Bir an içərisində heyvanlar mütəşəkkilliklə çəkilib darvazadan həyətə girdilər. İnsanların zəfər çığırtıları ətrafı bürüdü. Hər şey düşündükləri kimi olmuşdu. Düşmən qabaqlarından qaçmışdı. Lakin bu növbəti manevrın bir parçası idi. Jones onun yaxınlaşdığını görəndə Snowball onun üzərinə gəlirdi. Tüfəngini qaldırdı, atəş açdı. Snowball'un kürəyini yalayaraq keçən və arxasınca qanlı şərit buraxan güllə yaxınlıqdakı qoyunların birini yerindəcə öldürdü. Lakin atəş səsi Snowball'u qorxutmadı. O bədəninin bütün ağırlığı ilə özünü Jones'un ayaqlarına çırpdı. Müvazinətini itirən Jones peyin yığının üstünə yıxıldı. Tüfəngi əlindən yerə düşdü. Düşmənlərinin canına ən çox qorxu salansa bokser idi. O qızmış ayğır kimi şaha qalxaraq yaxın gələn nallı ayaqları ilə vurub yerə sərirdi. Ondan ilk zərbəni yeyən və huşsuz halda palçığın içərisinə yıxılıb qalan Foxwoodlu mehbər oldu. Bu neçə nəfər bunu görüb əllərindəki dəyənəkləri tulladılar və arxalarına baxmadan qaçmağa başladılar. İnsanlar vahməyə düşürdülər. Heyvanlarsa onların bütün həyat boyunca təqib edir, buynuzlayır, şıllaqlayır, dişləyir, itələyirdilər. Fermada bacardığı şəkildə insandan öz intiqamını almağa can atmayan bir heyvanda qalmamışdı. Hətta sakitcə özünü damda günə verən pişik də qəflətən naxırçılardan birinin çiyninə atılıb caynaqlarını onun ətinə elə ilişdirdi ki, zavallı gücü gəldikcə çığırmağa başladı. Özlərini çətinliklə açıq qapıya çatdıran insanlar böyük yola çıxmaq üçün bir-birlərini itələyirdilər, qaçıb qurtarmağı qənimət sayırdılar. Heyvanların üstünə hücumdan heç 5 dəqiqə də keçməmişdi, lakin indi hamısı öncə fermaya gəldikləri yolla biabırçı şəkildə geri qaçırdılar. Bir nəfərdən başqa hamı qaçıb canını qurtarmışdı. Həyətin arxa tərəfində bokser dırnaqlarını işə salıb
Üzü qoyulu düşmüş Mehdəri ehtiyatla arxası üstə çevirməyə çalışırdı, lakin o tərpənmirdi. Ölüb, deyə bokser kədərlə dilləndi. Mən belə olmasını istəmirdim. Ayağımdakı dəmir nallar yadımdan təmiz çıxmışdı. Axı kim mənim həqiqətən də bu insanı öldürmək istədiyimə inanacaq? Mən onu öldürmək istəmirdim. Sentimentallığı bir kənara burax, yoldaş, deyə yarasından hələ də qan axan Snowball qışqırdı. Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır. Mən heç kəsin, hətta insanın da ölümünə bais olmaq istəməzdim, deyə bokser bir dəfə də təkrar etdi. Onun gözləri yaşla dolmuşdu. Bəs Molly haradadır? Deyə bir kəs soruşdu. Molly doğrudan da yoxa çıxmışdı. Bir anlığa fermada böyük həyəcan yaşandı. İnsanların Molly'ni vurub şikəst etmələrindən, yaxud əsir götürmələrindən ehtiyatlanırdılar. Lakin az keçməmiş Molly'nin tövlədə olduğu bilindi. O başını axurun içərisindəki ota soxub qorxusundan titrəyirdi. Tüfəng səsi eşidilən kimi qaçıb üzünü bura salmışdı. Heyvanlar bu mənzərəyə tamaşa edib təzədən həyətə qayıdanda bokserin zərbəsindən huşunu itirən Mehdər də özünə gəlib aradan çıxmışdı. Yəni heç kəs ölməmişdi. Yalnız bu zaman heyvanlarda dəhşətli bir sevinç hissi peyda oldu. Hər kəsin qışqırtısı ilə qarşısındakı səsini batırmağa çalışaraq özünün döyüş meydanındakı rəşadətindən danışırdı. Dərhal kör təbii qələbə bayramı başlandı. Təntənəli şəkildə bayraq qaldırıldı. Təkrar-təkrar İngiltərə heyvanları mahnısı oxundu. Sonra həlak olmuş qoyunun təntənəli dəfn mərasimi keçirildi. Məzarı üzərindəki xanım Məlikolu əkildi. Snowball təzə məzar önündə kiçik nitq söylədi. Lazım gələn anda bütün heyvanların öz həyatlarını heyvanistan yolunda qurban verməyə hazır olmalarının zəruriliyini burada da vurğuladı. Heyvanlar yekdilliklə birinci dərəcəli qəhrəman heyvan ordeninin təsisi haqqında qərar qəbul etdilər. İlk ordenlərlə təbii ki, Snowball və Boxer təltif olundu. Orden dedikləri əslində uzun müddətdən bəri ambarların birində saxlanan əvvəllər bayram günləri və yarmarkalar zamanı heyvanları bəzəmək üçün istifadə olunan yuvarlaq bürünc medalyon idi. Eyni gündə ikinci dərəcəli qəhrəman heyvan mükafatı təsis olundu. Döyüş zamanı həlak olunmuş qoyun ölümündən sonra həmin mükafata layiq görüldü. Döyüşün necə adlandırılması haqqında uzun-uzadı müzakirələr aparıldı. Nəticədə pəyə döyüşü adı üzərində dayandılar. Çünki qələbəni təmin edən pusqu məhz mal pəyəsinin yaxınlığında qurulmuşdu. Mr. Johnson tüfəngi palçığın içərisindən tapıldı. Heyvanistan 5-ci fəsil. Qış yaxınlaşdıqca Molly daha da qaşqabaqlı görünürdü. Səhərlər işə gecikir, hər dəfə də yatıb yuxuya qaldığını bəhanə gətirərək üzrxahlıq eləyirdi. İştahı daşı dəlsə də, həmişə bədənindəki xəyali ağrılardan şikayətlənirdi. Müxtəlif bəhanələrlə işini gücünü atıb gölməçənin yanına qaçır. Gözlərini zilləyib səfək-səfək sudakı əksinə tamaşa edirdi. Lakin ortalıqda məsələnin heyvanların düşündüklərinin daha ciddi olması haqqında şayiələr dolaşırdı. Bir dəfə quyruğunu nazla oynadan Molly ağzındakı otu gövşəyə-gövşəyə həyətdəki öz üçün cövlan eləyəndə Clover ona yaxınlaşdı. Molly, səninlə ciddi bir məsələ haqqında danışmaq istəyirəm, dedi. Bu gün səhər sənin heyvanistanın Foxwooddan ayıran hasardan o yana baxdığını gördüm. Hasarın o biri tərəfində Mr. Plinktonun adamlarından biri dayanmışdı. Doğrudur, kifayət qədər uzaqda idim, ancaq əminəm ki, gözlərim məni aldatmır. Gördüm ki, həmin adam sənə nə isə deyir. Sən də ona burnunu sığallamağa imkan verirdin. Bütün bunlar nə deməkdir, Molly? Elə şey yoxdur, mən orada olmamışam. Bunların hamısı yalandır, deyə Molly dırnaqları ilə yerdən torpaq parçalarını qopararaq fınxırdı. Molly, gözlərimin içinə düz bax. Namusuna and içə bilərsənmi həmin adam sənin burnunu qaşımayıb? Belə şey olmayıb, deyə Molly baxışlarını Clover'in gözlərindən yayındıraraq təkrar etdi. Bir an sonra isə başını çevirib dörd nala çəmənliyə tərəf götürüldü. Clover dərin fikrə getdi. Heç kəsə bir söz söyləmədən Molly'nin tövləsinə yollandı. Onun axırın dibinə döşənmiş samanı dırnaqları ilə işələməyə başladı. Lap küncdə, samanın altında kiçik qəllə kənd və müxtəlif rəngli alabazək lentlər gizlədilmişdi. 3 gün sonra Molly yoxa çıxdı. Bir neçə həftə onun harda olduğu bilinmədi, tapılmadı. Sonra göyərçinlər Molly'nin Ullingtonda görünməsi xəbərini gətirdilər.
O qara-qırmızı rəngli faytona qoşulmuş halda meyxananın qabağında dayanıbmış. Sifətdən meyxanaçıya oxşayan, əynində qısa dama-dama şalvar və uzunboğaz çəkmə geyinmiş kök, qırmızı sifət kişi onu qaşovlayırmış. Mollinin belinə təzə çul salınıbmış, alnına isə qırmızı lent bağlanıbmış. Göyərçinlərin dediyinə görə çox özündən razı və məmnun görkəmi var imiş. Bir söhbətdən sonra daha Mollidən danışan olmadı. Yanvarda pis havalar başladı. Torpaq donub dəmirə döndü. Daha çöldə bir iş görmək mümkün deyildi. İndi görüşlərin çoxu böyük ambarda keçirilirdi. Donuzlar növbəti mövsüm üçün görüləcək işlərin planlaşdırılması ilə məşğul idi. Heyvansanın siyasəti ilə bağlı bütün vacib qərarların digər heyvanlarla müqayisədə fermanın ən ağıllı sakinləri sayılan donuzların səlahiyyətinə verilməsinə baxmayaraq, onların irəli sürdükləri təkliflər böyük səs çoğunluğu ilə təsdiqlənməli idi. Snowball ilə Napoleon arasındakı bu məsələ ətrafında mübahisə başlanmasaydı, həmin qayda hələlik özünü tam şəkildə doğruldurdu. Lakin son vaxtlar onlar əllərinə razılaşmamaq üçün kiçik bir imkan düşən kimi narazılıqlarını bildirirdilər. Əgər biri hansısa tarlada arpa əkməyin sərfəli olduğunu deyirdisə, o biri dərhal qətiyyətlə həmin ərazinin yulaf əkini üçün ayrılması tələbini irəli sürürdü. Əgər biri hansısa tarlada şəkər çuqunduru yetişdirməyi məqsədə uyğun sayırdısa, o biri dərhal burada şəkər çuqundurundan başqa istənilən bir bitkinin yetişdirilməsinin mümkün olduğunu sübuta yetirməyə başlayırdı. Hər birinin öz tərəfdarları var idi. Onlar mübahisələri tərəflər arasını daha da qızğın şəklə salırdı. Məşvərət şurasının toplantılarında Snowball qeyri-adi natiqlik qabiliyyəti ilə əksəriyyətini öz tərəfinə çəkirdi. Napoleon daha çox kularlarda öz xəttini uğurla həyata keçirirdi. Qoyunlar arasında onun xüsusilə böyük nüfuzu var idi. Məşvərət şurası zamanı qoyunlar həm içəridə, həm də çöldə 4 ayaq yaxşıdır, 2 ayaq pisdir deyə mələşirdi. Nəticədə çox vaxt iclası yarımçıq dayandırmaq lazım gəlirdi. 4 ayaq yaxşıdır, 2 ayaq pisdir şüarının ən çox Snowball'un nitqlərinin kəskin məqamlarında daha ucadan və inadla səsləndirdiyi diqqətdən yayınmamışdı. Snowball fermanın ambarına atılıb qalmış Fermer və Heyvandar jurnalının bir neçə köhnə sayını diqqətlə öyrənmişdi. Son zamanlar fermada çox şeyi yenidən qurmaq və bir sıra ciddi dəyişikliklər həyata keçirməklə bağlı böyük planlar üzərində işləyirdi. O, drenaj şəbəkəsi, silos emalı, gübrələrdən istifadə haqqında əsl mütəxəssis kimi danışırdı. Çox mürəkkəb bir sxem hazırlamışdı. Bu sxema əsasən heyvanlar hər gün peyinlərini birbaşa tarlanın əvvəlcədən müəyyən edilmiş müxtəlif yerlərinə boşaldır və bununla da daşıma problemi öz həllini tapırdı. Napoleon sxemlərlə məşğul olmur, Snowballu isə heç bir iş görməməklə ittiham edirdi. Hiss olunurdu ki, Napoleon öz saatını gözləyir, lakin yer dəyirmanı məsələsi ortaya atılanda onların əvvəlki qarşıdurmalarının heç birinin indiyə qədər kəskin olmadığı aşkara çıxdı. Geniş otlaq yerində ferma tikililərindən biraz aralıda kiçik təpə var idi. Kiçik olsa da fermanın ən hündür yeri idi. Süxurların təkdidindən sonra Snowball buranın yel dəyirmanı tikmək üçün ən münasib yer olduğunu bildirdi. Dəyirmanın pərləri diamonu həyata keçirməli və fermanın elektriklə təmin etməli idi. Bu tövlələri işıqlandırmağa, qışda isə qızdırmağa imkan yaradacaqdı. Üstəlik elektrik mişarını, od doğrayanı və çuğundur qarışdıran maşınları işlətmək, hətta inəkləri mexaniki üsulla sağmaq mümkün olacaqdı. Heyvanlar ömürləri boyu belə şey eşitməmişdilər. Ferma dədə-baba qaydası ilə idarə edildiyindən orada yalnız ən bəsit texnikadan istifadə olunurdu. Ona görə də Snowball'un dediklərini heyrətlə qulaq asdılar. O isə təəccüblənmiş heyvanların gözləri qarşısında fantastik maşınların cazibədar lövhələrini canlandırırdı. Fermanın bütün sakinləri gündə ən azı bir dəfə Snowball'un sxemlərinə tamaşa edirdilər. Hətta toyuqlar və qazlar da təbaşirlə çəkilmiş xətləri ayaqlamağa çalışaraq layihəni baxmağa gəlirdi. Yalnız Napoleon maraq göstərmirdi. O əvvəldən yel dəyirmanı ideyasının əleyhinə olduğunu bildirmişdi. Lakin bir gün gözlənilmədən Napoleon da planla tanış olmağa gəldi. Ağır-ağır sxemin ətrafında gəzib dolaşdı. Hər detalı diqqətlə nəzərdən keçirdi. 2 dəfə xoruldadı və kənara çəkilib gözlərini qıyaraq nifrətlə baxdı. Sonra isə qəfildən dal ayağını qaldırıb çertyojun üstünə işədi və heç bir söz demədən çıxıb getdi.
Yel dəyirmanı məsələsi fermada dərin fikir ayrılığı yaratmışdı. Snowball dəyirman tikintisinin çətin olduğunu inkar etmirdi. Divarları hörmək üçün daş gətirməli idi. Sonra pərləri quraşdırmaq, naqil və dinamo tapmaq lazım idi. Onları haradan və necə tapacağı haqqında Snowball bir söz demirdi. Lakin bütün işlərin bir il ərzində başa çatdırılması vacibliyini bildirirdi. Ondan sonra hər şey elə asan olacaqdı ki, heyvanlara həftədə yalnız 3 gün işləmək kifayət edəcəkdi. Napoleon isə mübahisə edib deyirdi ki, indi əsas məsələ məhsul istehsalını artırmaqdır. Əgər heyvanlar vaxtlarını boş yerə dəyirman tikintisinə sərf etsələr, acından öləcəklər. Heyvanlar 2 yerə bölünmüşdü. Bir qismi Snowballa və 3 günlük iş həftəsinə səs verin, digərləri isə Napoleonla və dolu axıra səs verin şüarları ilə çıxış edirdi. Dəstələrin heç birindən qoşulmayan yeganə heyvan Benjamin idi. O nə məhsul bolluğu yaradılacağına, nə də dəyirmanın heyvanların əməyinin yüngülləşdiriləcəyinə inanırdı. Deyirdi ki, dəyirman oldu-olmadı, həyat öz axarı ilə davam edəcək. Yəni vəziyyət get-gedə daha da korlanacaq. Dəyirmanla bağlı mübahisələrlə yanaşı fermanın müdafiəsi məsələsində gündəlikdə dayanırdı. Hamı başa düşürdü ki, insanlar pəyə döyüşündə məğlub olsalar da fermanı ələ keçirmək və Mr. Johnson hakimiyyətini bərpa etmək üçün yeni, daha qətiyyətli təşəbbüs göstərmək fikrindən daşınmayıblar. Bunun üçün kifayət qədər səbəb var idi. Artıq insanların məğlubiyyət xəbəri hər tərəfə yayılmış və qonşu fermalardakı heyvanların müqavimət həvəsini artırmışdı. Həmişəki kimi bu məsələdə Snowball-la Napoleon arasında fikir ayrılığı yarandı. Napoleonun fikrincə heyvanlar odlu silah tapmalı və ondan istifadə qaydalarını öyrənməli idilər. Snowball isə deyirdi ki, onlar havaya daha çox göyərçin qaldırmalı və qonşu fermalardakı heyvanlar arasında üsyan fikrini yaymalı. Biri deyirdi ki, özlərini müdafiə etməyi öyrənmələr lazımdır, yoxsa məğlub olacaqlar. O biri də iddia edirdi ki, hər tərəfdə heyvanlar üsyanı başlansa, müdafiəyə ümumiyyətlə ehtiyac qalmayacaq. Ferma sakinləri əvvəlcə Napoleona, sonra da Snowballa qulaq asırdılar. Lakin hansının haqlı olduğunu heç cür anlaya bilmirdilər. Qulaq asdıqları anda kim danışırdısa, onun fikri ilə razılaşdıqlarını başa düşürdülər. Nəhayət, Snowballun planını başa çıxardığı gün gəlib çatdı. Növbəti bazar günü məşvərət şurasının yığıncaqda dəyirmanın tikintisinə başlayıb-başlamamaq məsələsi səs verməyə çıxarıldı. Heyvanlar böyük ambara toplaşdıqdan sonra Snowball ayağa qalxdı. Mane olmağa çalışan qoyunların mələrtələrinə əhəmiyyət vermədən dəyirman tikilməsinin zəruriliyini əsaslandıran dəlilləri ortaya qoydu. Sonra Napoleon cavab vermək üçün ayağa qalxdı. Qətiyyətlə bildirdi ki, dəyirman tikilisi cəfəngiyat işidir. Heç kəsə bu məsələnin lehinə səs verməyə məsləhət görmür. Sözünü qurtaran kimi yerində oturdu. Çıxışı heç yarım dəqiqə də çəkmədi. Deyəsən danışığının necə təsir bağışlaması onu daha maraqlandırmırdı. Snowball sıçrayıb yerindən qalxdı. Yenidən mələşməyə başlayanda qoyunların təpinib dəyirmən ideyasının müdafiəsi arasında demək olar ki, yarı bölünmüşdü. O, ehtiraslı bir nitq söylədi. Ancaq Snowballun natiqlik məharəti vəziyyəti bir anda dəyişdirdi. Snowball heyvanlara alçaldan fiziki əməyin ağır şərtlərini aradan qaldırdıqdan sonra heyvanistanın qısa müddət ərzində necə dəyişəcəyini birbaşa hədəfə dəyən sözlərlə təsəvvür edirdi. İndi onun təxəyyülü zaman samanı doğrayan və çuğundur sıxan maşınlardan çox qabağa gedəcəyini deyirdi. Snowball ehtiraslı nitqi ilə heyvanların gözləri qarşısında qeyri-adi mənzərələr canlandıraraq deyirdi ki, elektrik enerjisi toxum səpən və ot biçən, taxıl döyən və dərs bağlayan maşınlar işlədəcək. Elektrikin köməyi ilə şumlanacaq torpaqlar daha rahat şumlanacaq və malanacaq. Hər tövlədə işıq yanacaq, isti və soyuq su olacaq, isitmə sistemi işləyəcək. O nitqini başa çatdıranda səs vermənin nəticəsi artıq heç kimdə şübhə doğurmurdu. Lakin elə həmin anda Napoleon ayağa qalxdı. Snowballa sınayıcı nəzərlərlə çəp-çəp baxıb ona nə qədər hər kəsin eşitmədiyi bir qəribə səs çıxardı. Bu səsin nəticəsində bayırdan qəzəbli it hürüşməsi eşidildi. Boyunlarına xalta bağlanmış, sinələrindən mis lövhəciklər asılmış 9 nəhəng köpək sürətlə ambara soxuldu. Onlar birbaşa Snowballun üstünə atıldı. Snowball tam zamanlı yerindən sıçrayıb canını itlərin dişindən qurtara bildi. Bir an keçməmiş o üzünü ambarın qapısına atdı. İtlər də dalınca sıçradılar.
Təəccüblənmiş və qorxudan dilləri tutulmuş heyvanlar qapı önünə toplaşıb baş verənləri izləyirdilər. Snowball var gücü ilə tarladan böyük yola tərəf qaçdı. Aydın məsələdir ki, o artıq donuz kimi qaça bilirdi. Arxadan dabanqırma gələn köpəklər Snowballu haqlamaqda idilər. Birdən ayağı sürüşdü. Hamı onun artıq ələ keçirildiyini düşündü. Amma Snowball son anda özünü düzəldib əvvəlkindən də bərk qaçmağa başladı. Köpəklər yenə onu haqladılar. Onlardan biri sivri dişlərini Snowballun quyruğuna uzatdı. Snowball zamanında quyruğunu köpəyin ağzına xilas edib var gücü ilə irəli atıldı. İndi onu köpəklərdən yarım addımlıq məsafə ayırırdı. Son anda Snowball özünü hasardan deşikdən bayıra ata bildi və bir daha onu görən olmadı. Qorxmuş heyvanlar sakitcə ambara doluşdular. Az keçməmiş köpəklər də geri qayıtdılar. Əvvəlcə heç kəs onların haradan peyda olduqlarını təsəvvürünə belə gətirə bilmirdi. Lakin tezliklə hər şey aydın oldu. Onlar bir zaman Napoleonun analarından aldığı və tərbiyəsi ilə özünün məşğul olduğu küçüklər idi. Düzdür, hələ böyüyürdülər. Lakin artıq canavara bənzəyən heybətli itlərə çevrilmişdilər. Onlar Napoleonu dövrəyə aldılar. Bir vaxtlar digər itlərin Mr. Jones'un qarşısındakı quyruq buladıqları kimi köpəklərin də indi eyni hərəkəti Napoleonun qarşısında etmələri heç kəsin diqqətindən yayınmadı. Napoleon köpəklərin əhatəsində vaxtilə mayorun öz nitqini söylədiyi döşəmədən azacıq hündür olan səkiyə qalxdı. Bu gündən etibarən Məşvərət Şurasının bazar günü iclaslarının keçirilməyəcəyini elan etdi. Bildirdi ki, belə toplantılara ehtiyac yoxdur. Bu sadəcə boş yerə vaxt itirməkdir. Gələcəkdə fermanın işləri ilə bağlı bütün məsələlər onun rəhbərliyi altında donuzlardan ibarət xüsusi komissiya tərəfindən həll ediləcək. Komissiya əhalidə toplanacaq və qəbul olunmuş qərarlar barəsində heyvanlara sonradan məlumat veriləcək. Fermanın bütün sakinləri əvvəllər olduğu kimi yenə də hər bazar günləri səhər bayraq qaldırması və İngiltərə heyvanları mahnısının oxunması mərasimində iştirak edəcək. Ardından da həftəlik tapşırıqlarını alacaqlar. Lakin bu zaman heç bir müzakirə aparılmayacaq. Snowballun qovulmasının yaratdığı sarsıntıya baxmayaraq, heyvanlar toplantıların ləğvi xəbərini məyusluqla qarşıladılar. Əgər fikirlərini yaxşı əsaslandıra bilsəydilər, bəziləri hətta etiraz etməyə də hazır idi. İş o yerə çatmışdı ki, Boxer də əməlli başlı həyəcanlanmışdı. O qulaqlarını şəklədi. Bir neçə dəfə yalnız sirkələdi və fikirlərini nizama salmağa çalışdı, amma sonda deməyə lazım sözlər tapa bilmədi. Donuzlardan bəzilərinin yaxşı danışmaq qabiliyyəti var idi. Birinci sırada oturmuş 4 gənc donuz cigiltili səslə etirazlarını bildirdilər. Qoyunlar təxminən 15 dəqiqə ərzində var səsləri ilə 4 ayaq, yaxşıdır, 2 ayaq pisdir deyə mələdilər. Bununla da müzakirələri açmaq niyyətinin qarşısı alındı. Sonra çığırğan yeni qaydaları izah etmək üçün heyvanların yanına göndərildi. Yoldaşlar, deyə çığırdı. İnanıram ki, hər bir heyvan yoldaş Napoleonun öz üzərinə əlavə məsuliyyət götürməklə nə qədər böyük fədakarlıq etdiyini layiqincə qiymətləndirməyə bacaracaq. Yoldaşlar, elə düşünməyin ki, rəhbərlik etmək kef çəkməkdir. Əksinə, bu çox böyük və ağır məsuliyyətdir. Bütün heyvanların bərabərliyi ideyasına yoldaş Napoleon kimi ürəkdən inanan başqa lider yoxdur. Əlbəttə, əgər qərarları siz qəbul etsəydiniz, o özünü daha xoşbəxt sayardı, lakin bəzən siz səhv addım ata bilərsiniz. Bəs onda necə olardı, yoldaşlar? Təsəvvürünüzə gətirin ki, siz dəyirman xəyal plovu ilə meydana atılan Snowballun indi cinayətkardan o qədər də fərqlənmədiyi aşkaraya çıxan Snowballun arxasınca getmək barəsində qərar qəbul etmisiniz. Düşünə bilirsiniz heç? O pəyə döyüşündə cəsarətlə vuruşurdu deyə kimsə dilləndi. Cəsarət hələ hər şey demək deyil. Çığırğan etiraz etdi. Sədaqət və itaət ən vacib olan bunlardır. Pəyə döyüşünə gəldikdə isə inanıram ki, bir vaxt gələcək Snowballun bu döyüşdəki rolunun həddindən artıq şişirildiyini ortaya çıxaracaq. İntizam, yoldaşlar, dəmir intizam. Bugün ən vacib məsələ budur. Bir yanlış addım kifayətdir ki, düşmənlər yenidən üstümüzə ayaq açsın. İnanıram ki, yoldaşlar heç birini Jones'un geri qayıtmasını istəmirdi. Həmişəki kimi bu dəfə də Jones'la bağlı dəlil hamını susturdu. Napoleon belə deyirdisə, deməli belə olmalıdır düşüncəsi ilə Boxer, mən daha da çox işləyəcəm şüarına, Napoleon həmişə haqlıdır şüarını da əlavə etdi. Təbii ki, yenə də ən çox işləyən Boxer idi.
Artıq havanın şaxı sınmışdı, yaz şumu başlanmışdı. Snowballun dəyirman layihəsi üzərində işlədiyi çardaq otağının qapısı o vaxtdan bağlı saxlanılırdı. Heyvanlara layihənin pozulduğu xəbəri çatdırılmışdı. İndi hər bazar günü səhər saat 10-da hamı ambara toplaşır. Həftə ərzində görüləcək işlərlə bağlı tapşırıqlar alırdı. Qoca mayorun yalnız kəllə sümükləri salamat qalan başı məzardan çıxarılmış, tüfəngin arxasında, bayraq dirəyinin dibindəki kötüyün üzərinə qoyulmuşdu. Bayrağa ehtiram bildirəndən sonra heyvanlar ambara girməmişdən əvvəl növbə ilə qoca mayorun kəllə sümüyü önündən keçməli və ona təzim etməli idilər. Napoleon Çığırğan və Gözəl Şeirlər mahnılar müəllifi kimi tanınan Minimus adlı istedadlı donuz ambarın yuxarı başında nisbətən yüksək yerdə oturdular. 9 köpək yarımdairə şəklində dayanaraq onların qabaq sıralarındakı donuzdan ayrılırdı. Qalan heyvanlar özlərini Napoleonun əyləşdiyi hündür yerə çevirərək ambarın boş yerlərini tuturdu. Napoleon hərbi komanda verilmiş kimi kobud səslə öz tapşırıqlarını oxuyur. Axırda isə İngiltərə heyvanları yalnız bir dəfə ifa olunduqdan sonra hamı dağılışırdı. Snowballun qovulmasının 3-cü həftəsi bir bazar səhəri heyvanların dəyirmanın nəyin bahasına olursa olsun tikilməsi ilə əlaqədar Napoleonun sözlərini eşidib bərk təəccübləndilər. Napoleon qərarını nəyə görə dəyişdiyini izah etmirdi, lakin bildirirdi ki, bu əlavə iş heyvanlardan son dərəcə böyük zəhmət tələb edir və hətta vəziyyətlə əlaqədar gündəlik qida norması da azaldıla bilər. Layihə ən xırda detallarına qədər nəzərdən keçirilmişdir. Son 3 həftə ərzində donuzlardan ibarət xüsusi komissiya onun üzərində işləmişdir. Dəyirmanın və digər yardımçı binaların tikintisinin təxminən 2 il müddətində başa çatdırılması nəzərdə tutulurdu. Həmin axşam çığırğan heyvanlarla fərdi söhbət zamanı Napoleonun heç zaman dəyirman tikisinin əleyhinə olmadığını izah edirdi. Əksinə, lap əvvəldən bu inkubator otağının döşəməsinə çəkdiyi planı onun kağızları arasından oğurlayıbmış. Yəni, dəyirman ideyasının ilk müəllifi zaten Napoleon idi. Bəs elə isə Napoleon niyə layihənin əleyhinə belə kəskin çıxış etdi deyə bəziləri soruşdu. Söhbət belə şəkil alanda çığırğan gözlərini hiyləgərcəsinə qıydı. Bu yoldaş Napoleonun bicliyi idi, dedi. O özünü dəyirman tikintisinin əleyhdarı kimi göstərərkən sadəcə manevr edir. Təhlükəli xarakterə və mənfi təsir gücünə malik Snowballdan xilas olmaq istəyirdi. Artıq Snowball fermadan uzaqlaşdırılır və layihə onun heç bir müdaxiləsi olmadan həyata keçirilə bilər. Civciv bütün bunların taktika olduğunu dedi. Sonra bir neçə dəfə təkrarladı. Bəli, taktika, yoldaşlar, taktika. Bu sözləri deyərkən civciv yerində oynayır, gülə-gülə quyruğunu tərpədirdi. Heyvanlar bu sözün mənasını başa düşdükdə o qədər də əmin olmadan təsdiqlədilər. Lakin çığırğan elə inandırıcı danışırdı ki, onu müşahidə edən 3 köpək isə hədələyici tərzdə mırıldanırdılar ki, onu heç bir əlavə sorğu-sualsız deyilənlərlə razılaşsınlar. 6-cı fəsil. İl boyu heyvanlar qul kimi çalışdılar. Lakin onlar zəhmətlərindən həzz alırdılar. Özlərini fəda etmələri, əziyyət çəkmələri ilə bağlı heç bir şikayət edilmirdi. Bilirdilər ki, nə iş görürlərsə özləri və övladları üçün görürlər. Daha insan adlanan bir dəsə tənbəl, oğru məxluq üçün can qoymurlar. Yazda və payızda hər gün 10 saat işləyirdilər. Avqustda isə Napoleon bazar günləri nahardan sonra işləmək zərurətinin yarandığını elan etdi. Doğrudur, bu məsələ tam könüllülük əsasında idi. Lakin işə çıxmayan heyvanın yemək payı yarı-yarı azaldılırdı. Nə qədər əlləşib vuruşsalar da hələ görülməmiş bir xeyli iş qalmışdı. Biçim vaxtı ötən ildəki qədər bol məhsul toplaya bilməmişdilər. Yayın əvvəlində köklü bitkilər əkilməsi nəzərdə tutulan 2 sahə isə şum vaxtında başa çatdırılmadığından ümumiyyətlə boş qaldı. Qarşıdan gələn qışın ağır keçəcəyini indidən görməmək mümkün deyildi. Dəyirmanın tikintisində də gözlənilməz çətinliklər yaranmışdı. Fermanın yaxınlığındakı yaxşı əhəng daşı meydanı var idi. Həyətdəki ambarların birində isə xeyli qum və sement dolu kisələr tapmışdılar. Bir sözlə tikinti üçün zəruri olan bütün metalları əl altına toplanmışdı. Həllini dərhal tapa bilmədikləri çətinlik sal daşları lazımi ölçülərdə kəsib doğramaq idi. Daşları qırmaq üçün link və çəkiclə işləmək tələb olunurdu. Amma heyvanların heç biri bunu bacarmırdı axı. Çünki heç bir heyvan dal ayaqları üstünə dik dayana bilmirdi. Bir həftəlik qədər cəhdlərdən sonra
Kiminsə ağıllına daşların sındırılmasına qravitasiya qüvvəsindən istifadə etmək fikri gəldi. Karxanada bütöv halda hörgüdə istifadəsi mümkün olmayan çoxlu iri sal qaya parçaları var idi. Onlara kəndir bağladılar, sonra inəklər, atlar, qoyunlar, bir sözlə qolunda gücü olan bütün heyvanlar hamısı birlikdə üzü yuxarı dartmağa başladılar. Xüsusilə çətin anlarda, hətta kənarda dayanıb göstəriş verən domuzlar belə işə əl yetirdilər. Daşları sürüyüb karxananın kənarındakı hündür yerə gətirir. Oradan üzüaşağı buraxırdılar. Dik yamacdan yuvarlanan daşlar parçalanıb kiçik hissələrə bölünürdü. Bundan sonra onları tikinti yerinə daşımaq elə bir çətinlik törətmirdi. Nisbətən iri daşlar parçalarını atlar, araba ilə daşıyırdı. Qırıntıları aparmaqsa qoyunlara həvalə olunmuşdu. Hətta Muriellə Benjamin də köhnə iki təkərli faytona qoşulur və bacardıqları qədər yardım edirdilər. Yayın sonunda kifayət qədər daş ehtiyatı yığıldı və donuzların ayıq-sayıq nəzarəti altında tikintiyə başlandı. İş yavaş və çətin gedirdi. Bəzən nisbətən böyük bir daşı yuxarı qaldırmaq üçün bütün günü qantar içərisində əlləşmək lazım gəlirdi. Sonra isə işin tərsliyindən daş gümbultu ilə təzədən karxanaya düşüb qırılırdı. Gücü az olsa da, bütün heyvanların toplam gücünə bərabər olan boksersiz heç bir işin öhdəsindən gəlmək mümkün deyildi. Bəzən iri daş parçası üzüaşağı sürüşəndə və az qala heyvanları da dartıb özləri ilə karxananın dibinə sürüyəndə bokser ipi var gücü ilə çəkib daşı saxlayırdı. Kəsik-kəsik nəfəs alan, dırnaqları ilə daşlardan qığılcım qoparan, arxasında iri daş parçası tərdən islanıb parıldayan gövdəsi ilə qarış-qarış təpəyə dırmanan bokserlər hər kəsdə heyranlıq hissi doğururdu. Clover bəzən özünü üzüb əldən salmamağa məsləhət görürdü. Lakin bokser ona heç vaxt qulaq asmırdı. Mən daha çox işləyəcəm və Napoleon həmişə haqlıdır şüarlarını bütün çətinliklərin açarı sayırdı. Artıq bokseri xoruzdan səhərlər onu yarım saat deyil, 45 dəqiqə tez yuxudan oyatmağa xahiş etmişdi. Özünə o qədər də çox görülməyən bu qənaət olunmuş vaxt ərzində bokser tək başına karxanada çalışır, sındırılmış daşları toplayır, onları dəyirman tikilən təpəyə daşıyırdı. İş ağır olsa da, həmin yay heyvanların yaşayışı o qədər də pis deyildi. Yemək Johnson vaxtındakından çox olmasa da, hər halda da az sayıla bilməzdi. Həm də indi onlar yalnız özlərini yedirmək qayğısına qalırdı. Daha 5 nəfər insan adlanan, əlini ağdan qaraya vurmayan, tənbəl, bədxərc məxluqu saxlama haqqında düşünmürdülər. Bu elə güclü hiss idi ki, heyvanların bir çox məhrumiyyətə sinə gərməsinə məcbur edirdi. Məhz heyvan kimi işləmək bəzi hallarda səmərəliliyi artırır və əməyi yüngülləşdirirdi. Məsələn, insan heç zaman tarlaları heyvanlar qədər yaxşı gübrələyə bilməzdi. O biri tərəfdən indi heç bir heyvan oğurluq etmədiyindən otlaqları əkin yerlərindən ayıran çəpərlərin çəkilməsinə və təmirinə ehtiyac qalmırdı. Amma bütün bunlara baxmayaraq, yayda gözlənilməz çətinliklər özünü göstərməyə başladı. Parafin yağı, mismar, məftil, it biskviti, nal almaq lazım idi. Bu məhsulların heç biri fermada istehsal olunmurdu. Sonra toxum və suni gübrələrə də ciddi ehtiyac olduğu aşkara çıxdı. Digər tərəfdən müxtəlif iş alətləri, nəhayət dəyirman üçün avadanlıq da alınmalı idi. Bütün bunların hansı yolla əldə ediləcəyini heç kəs təsəvvürünə də gətirə bilmirdi. Bir bazar günü səhər heyvanlar həftəlik tapşırıq almağa toplaşanda, Napoleon yeni siyasi kursa keçməklə bağlı qərar qəbul etdi. Artıq Heyvanistan qonşu fermalarda ticarət əməkdaşlığına başlayırdı. Təbii ki, məqsəd qazanc əldə etmək deyil, sadəcə son dərəcə zəruri olan mal materialları almaq lazımdır. Hər şey dəyirmanın tikintisinin tələblərinə tabe tutulmalıdır deyə vurğulayan Napoleon, bir neçə ot tayasını və bu 2 buğda məhsulunun bir hissəsini habelə gələcəkdə pula ehtiyac yaranarsa Wellington bazarında yumurtaları satmaq fikrində olduğunu bildirdi. Napoleon istehsal etdikləri məhsulun satılmasının toyuqların dəyirman tikintisinə töhfəsi kimi alqışlandığını ayrıca diqqətlə çatdırırdı. Əvvəlcə heyvanlar pərtlik hissi keçirdilər. Heç vaxt insanlarla əlaqə saxlamamaq, heç vaxt ticarətlə məşğul olmamaq, heç vaxt puldan istifadə etməmək, məgər Johnson fermadan qovulmasından sonra ilk təntənəli toplantıda bütün bu məsələlər barəsində yekdiliklə qərar qəbul olunmamışdı? Heyvanlar hamısı həmin qətnaməni yaxşı xatırlayırdılar. Ən azından onların yaddan çıxmadığını düşünürdülər. Napoleon Məşvərət Şurasının iclaslarını qadağan edən zaman etirazlarını bildirmək istəyən 4 domuz yenə də çəkinə-çəkinə səslərini qaldırmaq istədi.
Lakin itlərin qəzəbli mırıltısı onları dərhal sakitləşdirdi. Sonra həmişəki kimi qoyunlar dörd ayaq yaxşıdır, iki ayaq pis deyə xorla mələşdilər. Wellingtonda yaşayan vəkil Umper heyvanistanda qalan dünya arasında vasitəçilik etməyə razılıq vermişdi. Bundan sonra o hər həftənin birinci günü səhər lazımi təlimatlar almaq üçün fermaya gələcəkdi. Napoleon nitqinin həmişəki olduğu kimi yaşasın heyvanistan şüarı ilə bitirdi. İngiltərə heyvanları himni ifa olunduqdan sonra hamı dağılışdı. Həmin gün çığırğan fermanı dolaşıb heyvanları bir-bir sakitləşdirdi. O hamını inatdırdı ki, ticarətlə məşğul olmamaq və puldan istifadə etmək barəsində qərar yoxdur. Ümumiyyətlə belə qəbul olunmuş bir qərar yox idi axı. Onun dediyinə görə bütün bunlar məhz uydurmalar və Snowballun dövrəyə buraxdığı yalanların əks-sədasından başqa bir şey deyildi. Lakin bir neçə heyvan hələ də şübhə içində qaldıqlarından çığırğan bic-bic onlardan soruşdu. Bütün bunları sadəcə yuxuda görmədiyinizə əminsiniz, yoldaşlar? Əlinizdə həmin qərarların yazılı mətni var? Onlar hardasa yazılıb? Belə-belə suallar verirdi. Həqiqətən də əldə heç bir yazılı mətn olmadığından heyvanlar bütün bunların sadəcə yanlışlıq kimi qəbul etmək fikri ilə razılaşdılar. Mister Umper razılaşdığı kimi hər bazar ertəsi fermaya gəlirdi. O iri bakembartlı, balaca boylu, sifətindən hiyləgərlik yağan bir adam idi. Xırda vəkilliklə məşğul olurdu. Hər dəfə vəkil gəldiyini görəndə heyvanlar səbəbini anlamadıqları qorxu keçirir və ondan mümkün qədər uzaq durmağa çalışırdılar. Amma istənilən qədər Napoleonun dörd ayağı üstündə dayanıb iki ayaqlı Umperə əmrlər verməsi heyvanların qəlbini qürur hissi ilə doldururdu. İndi onların insan nəsli ilə münasibətləri əvvəlki vaxtlarından xeyli fərqlənirdi. Heyvanistanın tərəqqiyə qovuşduğunu görən insanlar qəzəb və nifrəti daha da artmışdı. Onlar bu işin uğursuzluqla başa çatacağı haqqında danışırdılar. Pivəxanada görüşərkən onlar müxtəlif sxem və diaqramları bir-birlərinə göstərib dəyirmanın mütləq uçacağını iddia edir. Hətta uçmasa belə heç zaman işləməyəcəyini deyirdilər. Ancaq ürəklərində əsla istəməsələr də, öz işlərinin bacarıqla idarə edən heyvanlara get-gedə artan hörmətlərini gizlədə bilmirdilər. Heyvanistanda qalan dünya arasında elə bir əlaqə yox idi. Lakin Napoleonun ya Foxwooddan, Mr. Plinkton ya da Pinchfielddən Mr. Fredericklə müəyyən iqtisadi razılaşmalar əldə etməsi barəsində şayiələr gəzib dolaşırdı. Lakin onların hər ikisi eyni vaxtda heç bir danışıq aparılmırdı. Bu hadisə donuzların gözlənilmədən ferma binasına köçüb orada yaşama başladıqlarında eyni vaxtda təsadüf etmişdi. Heyvanlar yenə üsyandan dərhal sonra evdə yaşamaq əleyhinə qərar çıxarıldığını yada salmağa başladılar. Yenə də çığırğan onlara heç vaxt belə bir qərarın qəbul etmədiyinə inandırmalı oldu. O deyirdi ki, fermanın beyni olan donuzlara işləmək üçün sakit şərait lazımdır. Digər tərəfdən də rəhbərin son vaxtlar o Napoleonun adı gələndə yalnız bu kəlmədən istifadə edirdi. Rəhbərin nüfuzu onun tövlədə deyil, evdə yaşamasını tələb edir. Donuzların yalnız qonaq otağında dincəlmək və mətbəxdə yeyib içməklə kifayətlənmədiyini, həm də yorğan döşəkdə yatdığını eşidən bəzi heyvanlar bu xəbərdən qanları lap qaralaraq donqullanmağa başladı. Boxer, Napoleon həmişə haqlıdır şüarı ilə söz-söhbətə son qoymaq istədi. Lakin heyvanların yorğan döşəkdən istifadəsi əleyhinə qərarı yaxşı xatırladığını düşünən Clover, anbarın arxa divarına yaxınlaşdı və 7 prinsipi höcələməyə başladı. Sonda ayrı-ayrı hərfləri oxumaqdan başqa heç bir şey bacarmadığını görüb Muriel'i köməyə çağırmalı oldu. Muriel, 4-cü prinsipi mənə oxu. Orada yorğan döşəklə yatmaq əleyhinə bir şey demir ki. Muriel çətinliklə də olsa mətni oxudu. Burada yazılıb ki, heyvanlar mələfə çəkilmiş yataqda yatmırlar. Yaddaşından heç vaxt şikayətlənməyən Clover 4-cü prinsipdə mələfələr haqqında bir şey deyildiyini xatırlaya bilmirdi. Lakin divarda belə yazılmışdısa, deməli belə olmalı idi. Təsadüfən elə bu vaxt çığırğan 2-3 köpəyin əhatəsində oradan keçirdi və dərhal məsələyə aydınlıq gətirdi. Yoldaşlar, yəqin indi biz donuzların ferma binasındakı yataq otaqlarında, çarpayıda yatdığını eşitmisiniz. Niyə də yatmayaq? Siz güman edirsiniz ki, yataqla bağlı hər hansısa bir qadağa vardır. Yataq nədir? Yatmaq üçün yer. Yəni tövlənin yerliyinə döşənmiş bir qucaq samandır yataqdır. Qadağa isə yatağa deyil,
özünə hər yerdə rahatlıq axtaran insanın icad etdiyi mələfəyə qarşıdır. Biz yorğan döşəklərin üzərindən mələfələri götürüb atmışıq və sadəcə adyala bürünüb yatırıq. İnsanların yataqları rahat imiş. Lakin bizim bütün əqli əməyi öz üzərinə götürmüş domuzların tələblərinə cavab verəcək qədər rahat deyildir. Yoldaşlar, əminəm ki, bizim istirahət hüququndan məhrum etmək haqqında düşünmürsüz. Gündəlik ağır işlərimizi yerinə yetirəndən sonra tamam yorulub əldən düşməyimizi də istəməzsiniz. Nəhayət inanıram ki, heç biriniz Jonsu yenidən görmək fikrində deyilsiniz. Elədirmi? Heyvanlar dərhal belə fikirdə olmadıqlarını bildirdilər və yataqla bağlı söz-söhbətə son qoyuldu. Odur ki, bir neçə gün domuzların səhərdən qalan heyvanlardan bir saat gec oyanacaqları elan olunanda heç bir şikayət edilmədi. Payızda hamısı yorğun düşmüşdülər, lakin xoşbəxt idilər. İki ağır itki olmuşdu. Otun və dəmirin bir hissəsi satılandan sonra qış üçün ərzaq ehtiyatları yetərli deyildi. Bütün ümidlər dəyirmana bağlanmışdı. Burada isə işlərin ancaq yarısı görülmüşdü. Biçindən sonra aydın, quru havalar xeyli çəkdi. Heyvanlar həmişəkindən daha çox işləyirdi. Bütün günü ağır daşlarla əlləşir və dəyirmanın divarlarının bir daha çox fut qaldığını görünüb sevinirdilər. Biçin vaxtı bokser hətta gecələr də gəlir, ay işığındakı 1-2 saat işləyirdi. İstirahət vaxtı heyvanlar yarımçıq dəyirmanın ətrafında dövrə vurur. Dik yuxarı qalxan qalın divarlarla heyranlıqla baxır və özlərinin belə bir bina tikmək bacarıqlarına təəccüblənirdilər. Yalnız qoca Benjamin dəyirmanla bağlı heyvanlığı bunların heyran olmasını heyvanlarla bölüşmürdü. Eyni zamanda eşəklərin hamıdan çox yaşamaları haqqındakı məsxərəçi sözlərini çıxmaq şərti ilə nə isə başqa bir söz dediyini eşidəndə olmamışdı. Nəhayət, soyuq cənub-qərb küləkləri ilk noyabr ayı gəldi. Tikinti dayandı. Çünki yağış beton qarışdırmağa imkan vermirdi artıq. Bir gecə elə dəhşətli tufan qalxdı ki, ferma binası bünövrəsi üzərinə sirkələnməyə başladı. Ambarın damından bir neçə kirəmit qoyub yerə düşdü. Elə bu anda kirəmitlər qopub dağılmağa başladı. Yuxudan ayılan toyuqlar qorxu içində vurnuxmağa, qaqqıldaşmağa başladı. Onlara elə gəlmişdi ki, yaxınlıqda tüfəng atılır. Səhər heyvanlar bayraq dirəyinin sındığını, bağçadakı küknar ağacınınsa turp kimi kökündən çıxıb böyrü üstə düşdüyünü gördülər. Təpəyə tərəf baxanda heyvanların sinəsindən fəryad səsləri qopdu. Gözləri önündə dəhşətli bir mənzərə açıldı. Dəyirman uçub dağılmışdı. Heyvanlar bir anda təpəyə tərəf götürüldü. Son vaxtlar gəzməyə nadir hallarda çıxan Napoleon hamıdan qabaq qaçırdı. Bəli, onlar mübarizələrinin bəhrəsinə yerlə yeksan olmuşdu. Tikili bünövrəyə qədər dağılmışdı. Daşlar qırılıb parçalanmışdı. Dörd bir yana səpələnmişdi. İlk anlar heç kim bir kəlmədə danışmadan dayanıb kədərlə daş qalağına baxdılar. Napoleon da sükut içində var gəl edir, arada bir əyilib torpağı iyləyirdi. Onun nə haqdasa çox ciddi bir fikirdə olduğunu düşündürən çubuq kimi dik yuxarı qalxmış quyruğu dayanmadan titrəyirdi. Qəflətən axtardığını tapmış kimi yerində dayandı. Yoldaşlar, deyə astadan dilləndi. Bilirsinizmi bu kimin işidir? Gecə gəlib dəyirmanınızı dağıdan düşmənin adını bilirsinizmi? Onun adı Snowballdur. Qəflətən Napoleonun səsi ildırım kimi şaqqıldadı. Bəli, bu Snowballun işidir. Onun ürəyi bizə nifrətlə doludur. O təxribat törədərək planlarımızı pozmaq, özünü biabırçı şəkildə qovulmasının intiqamını almaq istəmişdir. Bu satqın gecənin qaranlığından istifadə edib ərazimizə soxulmuş. Bir illik zəhmətimizi puç etmişdir. Yoldaşlar, mən bu saat burada xain Snowballa ölüm hökmü çıxardıram. Bu hökmü yerinə getirib ədalətlə bərpa edən heyvanı 2-ci dərəcəli qəhrəman heyvan ordeni ilə yarım buşel alma mükafatı gözləyir. Kim onu diri tutub gətirsə bir buşel alma alacaq. Bu işdə Snowballun günahkar olduğunu eşidən heyvanlar sarsılmışdılar. Hər tərəfdən narazılıq sədaları eşidilirdi. Hər kəs geri qayıdacağı təqdirdə Snowballu necə tutmağı haqqında fikirləşirdi. Az keçməmiş təpədə əzilmiş otun üstündəki donuz dırnaqları ləpirə diqqət cəlb etdi. Doğrudur, ləpirlər cəmsi bir neçə metrlik məsafədə idi. Hasardakı deşiyə qədər çatıb sonra yox olurdu.
Napolyon onları diqqətlə iylədi və Snowballun izi olduğunu dedi. Onun fikrincə Snowball çox güman ki, Foxwood ferması tərəfindən gəlmişdi. Bir anda ləngimək olmaz, yoldaşlar, deyə Napolyon dırnaq izlərini diqqətlə gözdən keçirəndən sonra dilləndi. İşimiz çoxdur. Elə bu gündən dəyirmanın bərpasına başlayaq. Qara yağışa baxmadan bütün qışı tikintini davam etdirməliyik. Bu şərəfsiz xainə bizi belə asanlıqla niyyətimizdən daşındıra bilməyəcəyini göstərməliyik. Yaddan çıxarmayın, yoldaşlar. Planlarımıza heç bir dəyişiklik ola bilməz. Onlar günbəgün həyata keçiriləcək. İrəli yoldaşlar, yaşasın dəyirman, yaşasın heyvanistan, deyə çıxışını bitirdi. 6-cı fəslin sonu.